Avropa İttifaqının şərq cinahı boyunca dron divarı yaradılır. Açıqlamaya görə təşəbbüs artıq reallaşmaq üzrədir. Layihə ilə bağlı ilk toplantı artıq 10 üzv ölkənin iştirakı ilə keçirilib. Ətraflı məlumat almaq üçün Avropa təmsilçimiz Elzar Ağayeva bağlanırıq. Elzar, hər vaxtınız xeyir olsun. Layihənin özündə nələri ehtiva eləyir? Bunu eşitmək istəyirik. Buyurun. Samira, dron divarı məsələsi əslində uzun müddətdir ki, Avropanın gündəmini zəbt etməkdədir. Xüsusilə sentyabrın 10-da Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu layihənin əhəmiyyəti haqqında danışmışdı öz çıxışında. Amma məhz Rusiyanın Estoniya, Polşa və Rumıniyanın hava sərhədlərini pozmasından sonra, xüsusilə də son günlərdə Danimarkanın hava limanlarındakı dron uçuşlarından sonra bu məsələ bir daha gündəmə gəlib. Elə dünən axşam saatlarında artıq Danimarkada hərbi obyektlərin üzərində yeni dronlar müşahidə edilib və Rusiya dronları olduğu güman edilir bu dronların. Ona görə də bu məsələ hazırda Avropanın ən vacib məsələlərindən biridir. Bəli, sizin də qeyd etdiyiniz kimi artıq Mərkəzi və Şərqi Avropa ölkələrindən 10 ölkənin nümayəndələri ilə Avropa Komissiyasının sədrliyi ilə iclas keçirilib və formal olaraq dron divarı layihəsinin başladığı elan edilib. Bu barədə Avropa İttifaqının müdafiə üzrə komissarı Andrius Kubilius məlumat verib. O bildirib ki, bu görüşdə məhz bu dron divarının yaradılmasında məhz Ukraynanın istehsal etdiyi dronlardan istifadə məsələsi müzakirə edilib və tərəflər buna razılıq veriblər. Bildiyiniz kimi, Ukraynanın böyük bir dron sənayesi var və ümumiyyətlə ildə 4 milyon dron istehsal etmək gücündədir Ukrayna. Ona görə də Rusiyanın dondurulmuş aktivlərindən 140 milyard avronun bu məqsədlə Ukraynaya ayrılması nəzərdə tutulub. Başqa sözlə Avropa ölkələri Rusiyanın pulundan istifadə edərək Rusiyadan müdafiə olunmağa çalışacaqlar. Eyni zamanda Avropa Komissiyasının üzvü, yəni müdafiə komissarı Andrius Kubilius bəyan edib ki, bu məntiqli addımdır, çünki qarşı tərəfin 10 min qiymətində olan uçuş aparatlarını zərərsizləşdirmək üçün NATO-nun 1 milyon dəyərində olan qırıcılarından istifadə etmək məntiqli olmazdı. Ona görə də dron divarının hazırlanması əslində Rusiyaya qarşı, Rusiya dronlarından müdafiə üçün effektiv addım olacaq. Dron divarı məsələsi, bu layihə həm də gələn həftə Avropa İttifaqı ölkələrinin liderlərinin Kopenhagendə keçiriləcək qeyri-formal görüşündə də ətraflı şəkildə müzakirə ediləcək. Samirə, söz sizdə.